Konuşma galiba. Sizi de kanınıza benim. Babamı öldürmek istedi. Ne bak? Vallahi görürüm. Farsda seçilmiş kaç kadın? Şartlarda 5 bin dolar alırsa. 2025-ci il avqustun 9-u səhər saat 6 radələrində Zabrat qəsəbəsində yaşadığı evdə 1996-cı il təvəllüdlü İkram Piriyevin öldürülməsi barədə 15-ci polis bölməsindən Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Həmin gün mərhumun qonşusu 2005-ci il təvəllüdlü Zahir Sultanov şübhəli şəxs qismində saxlanılıb. Noyabr ayında cinayət məsuliyyətinə cəlb edilən İkram Piriyevin arvadı Leyla Abbasovanın barəsində rayon məhkəməsinin qərarı ilə ev dustaqlığı tədbiri seçilib. 9 avqust 2025-ci il tarixli baxış keçirməsi protokolundan görünüb ki, hadisə Zabrat qəsəbəsi istixana kombinatı ərazisində yerləşən fərdi evdə baş verir. Qonaq otağında üzü üstə uzanmış vəziyyətdə 1996-cı il təvəllüdlü İkram Piriyevin meyidi otaqda, həmçinin dəhlizdə, döşəmədə və divarda damcı və axıntı şəklində qan ləkələri aşkar edilib. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə İkram Piriyevin bədən səthində 5 ədəd bıçaq yarası aşkar edilib. Onun ölümünə baş vermiş kəskin daxili və xarici qan itirmə səbəb olub. Şübhəli şəxs qismində Ağsu rayon sakini 2005-ci il təvəllüdlü Zahir Sultanov saxlanılıb. İstintaqla müəyyən edilib ki, Zahir Sultanov 2025-ci ilin əvvəllərindən etibarən qonşuluqda yaşayan Leyla Abbasova ilə ailə həyatı qurmalarına dair sosial şəbəkələrdə söhbətlər apararkən qısqanclıq zəminində qadının əri İkram Piriyevi öldürmək qərarına gəlib. Avqustun 9-u gecə saat 3-də evin yanına gələn Zahir Sultanov açıq vəziyyətdə olan pəncərədən içəri daxil olub. Çarpayda yatan İkram Piriyevin ona aktiv şəkildə müqavimət göstərə bilməyəcəyini anlayıb. Yaxınlaşıb əlindəki məişət təyinatlı bıçaqla həmin şəxsin başına, boynuna və döş qəfəsinə ardıcıl zərbələr endirib. Bu hərəkəti ilə Zahir Sultanov zərər çəkmişi qəsdən həyatdan məhrum edib. 9 avqust tarixində, 9 avqust 2025-ci tarixində baş verdi hadisə. Gecə saat 3-4 arası. Mən saat 8, ayın 8-i 8 avqust 2025-ci ildə saat 12-yə qalmış istixana kombinat qarşısında düşdüm avtobusdan. Bu istiqamətdən gəldim. Bu yoldan? Bəli, bu yoldan gəldim, bu istiqamətdən gəldim. Burada gizlətdiyim nədir? Həm soyuq silahla bıçaq, həm də ki əlcək burada gizlətmişdim. Arada gizlətmişdiniz? Yəni göstərim yerini. Bu hissədə gizlətmişdim. Qeyd eləyin, gizlətdiniz. Burada gizlətmişdiniz? Bəli, bəli, bu hissə daşların altında gizlətmişdim. Bəli. O bıçağı əlcəyi hardan əldə etmişdiniz? Bıçaqla əlcəyi marketdən əldə etmişdim. Aha, bəs burada niyə gizlətmişdiniz? Heç kim görməsin, bilməsin deyə. Yox, evdə saxlayırdınız. Evdən yəni nə səbəb oldu ki, çıxartdınız, gətirdiniz? O özümü müdafiə məqsədilə çıxardım. Niyə müdafiə etmək istəyirdiniz? Çünki o mənə 3 gün qabaq yəni məlumat vermişdilər ki, bundan 1-2 gün qabaq, 3 gün qabaq. Dedilər ki, yəni sənin öldürmək istəyi var. Yəni sənin qarşına da öldürmək istəyi var. Onun üçün. Niyə öldürmək istəyirdi sizi? Aramızda mübahisə baş vermişdi. Nə ilə bağlı? Deyəsən, demişdi ki, xanımla yazışırsan, deyilsən. Onun həyat yoldaşı. Kimdir həyat yoldaşı? Leyla Abbasova. Onunla yazışmışsan dedilər. Amma yəni mən 2 gün, 3 gün bundan qabaq getdim özü ilə də danışdım. Xanımın özü ilə də, oğlanın özü ilə də. Oğlanın ad familiyası nədir? İkram Piriyev. İkram Piriyev, bəli. Onunla da danışdım, xanımla da danışdım. Bir aramızda yəni nəsə bir qanqaraslıq qalmadı. Orada da həll elədik söhbətimizi. Və bitdi orada da. Amma ondan 2 gün sonra, hadisədən 2 gün sonra WhatsApp vasitəsilə mənə söyüş yazdığını gördüm. Mən də bu söyüşün qabağında psixoloji vəziyyət baxımından əsəbləşdim. Evə gəldim dərhal. Saat yəni işimdən evə gəldim tez. Saat neçədə? Saat 12-yə 1-ə işləmiş evdə idim. 12 tamam 1-ə işləmiş evdə. Gün orta. Yox, axşam. Axşam siz hardan gəldiniz? Axşam mən özüm görüşə getmişdim. Kimlə? Qızla görüşə getmişdim. Başqa xanımla. Hə, Harda görüşürdünüz? 20 yanvar üçün klubunda görüşəcəkdim. Alınmadı, tez qayıtdım evə. Tez qayıtdınız. Bəli. Aydındır. Saat deyirsiniz gəldiniz 12-1 arası. Bəli. Uje məhliyə. Bəli. Məhliyə gəldim, evə keçdim. Gəlin keçək göstərin.
Mən də keçdim məsələ evə, hələ Bura keçmədim. sizin evinizdir. Bəli, bura. Bəs onların evi hansıdır? Evi də qeyd edeyim. Bu İkram Piri evin yaşadığı evdir. Bu yaşıl. Bu da maşındır. Avtomobil də özünə məxsus. Şirkət maşını. Bax, fəaliyyətini olur. Aha. Sonra nə elədik? Sonra buradan evə keçdim, onu hələ kəsəbim soymamışdı. Bu hissəni açıb, bu hissəni gizlətmişdim. Bıçağı ora qoymuşsunuz, bəs əlcəyi. Əlcək həmin yerindəydi. Və siz ifadə istintaq zamanı ifadə verəndə əlcəyi də götürdünüz. Yox, əlcək sonradan gedib götürdüm. Evdən çıxdım çölə sonra. Yaxşı, davam edin. Bıçağı burada gizlətib evə girdim. Evdə kim var idi? Babamdan anam vardı. Baba, ana, nə iş görürdülər siz Mən gələndə? gələndə Jeyday qonaq getmişdilər, oradan gəlmişdilər. Təxminən saat neçə 3-4 iradələrinə qədər oyaq idim. Onlar yatanda saat 1 idi. 1 tamam idi. Məncə 3-4 aralığına qədər oyaq qaldım ona qədər. Gördüm ki, işıqlar falan hamısı söndü onlarda. Çölə niyə çıxırdınız? Sonra həmin məsələ üçün çıxdım. Həmin məsələ nə konkret deyim? Yəni evlərimə getmək üçün. Evlərində nə məqsədlə görür? Öldürmək. İkram bir yeri. Aha, cəftəni açdınız, çöl tərəfdən, qapının cəftəsini Amma açdınız. girmədim. İçəri girmədiniz, niyə? Çünki qorxdum ki, anası da evdə olur, xanımın anası. Qızın anası da. Evdə olar deyə qorxsun. Qızın Leylanın anası kimdir? Aygün Abbasov. Aygün Abbasova burada yaşayır, yoxsa necə? Burada da qalır deyə. Ara sıra gəlib Hə, gedir. ara sıra gəlib gedirdi. Bir dəqiqə bir sual verim sizə. Siz ilk dəfə gələndə saat 01 radələrində gəlib burada bəs dəvət etdinizmi şəxsi zərərçəkən? Zəng elədim özünə. Amma cavab vermədi. Saat o ilk dəfə 01-də gələndə. Bəli. Aha. Cavab vermədi amma. Cavab vermədi. Yox, heç bir zəngimə cavab vermədi. Hətta yazdım, görüldü belə. Mesajla göndərdi, cavab gəlmədi. Gəlmədi. Bəs nə üçün onda girmədiniz evə? Çünki çəkindim anasının olmağından həmin vaxtda yenə də. Hə, yenə ki, həmən Aygün xanım içəridə olar. Bəli, ondan çəkindim və plus uşaqların yatmadığını düşündüm. Uşaqlar da yəni var idi deyə. İşıqlar keçib sönmüş Sönmüşdü, bura sönmüşdü amma içəridə bir işıq gəlirdi deyə, yəni keçmədi. Qapı açılmadı. Bağlı idi qapı. Arxadan bu cəhddə çəkildi. Bağlı. Sonra bu pəncərə açıq idi. Sadəcə üstündə setqası vardı. Aha. Sonra bunu gətirdim, bura qoydum. Həmin vaxtda. Və biraz da qarşı. Buradan çıxdım. Sonra buradan gələndə mən burada daha da ehtiyatlı olmağa başladım. Çünki bir kravat orada, bir kravat burada idi, gördüm. Qapı bağlı idi. Tam bağlı idi. Aha. Tam şəkildə bağlı idi o qapı. Bəli, bax elə bağlı idi. O birisi qapısı bu şəkildə açıq idi. Bəli. Necə uşaq mahnısı? Yəni uşaq nəğməsi gəlirdi. YouTube-dan kimsə uşaq nəğməsi qoşmuşdu. Aha. Və səsi çox yüksək idi. Bəli. Sonra burada Düşündünüz ki, uşaqlar oradadır və düşündüm ki, uşaqlar oradadır. Aha. Sadəcə bura qədər işığı yanırdı. Hara? Bura qədər. Yəni oradan işıq yanırdı. Oradan nə bir işıq düşür. İşıq düşür. Pəncərədən işıq düşür. O Aha. pəncərədə açıq idi tamamilə, bütün pəncərələr açıq idi. Aha. Sonra keçdim bu tərəfə. Bəli. Biraz irəliyə gələrək. Keçəndən sonra o da burada bir ki üzü divara tərəf yatmışdı. Buradan nədir elə burada əyilib burada da elə bıçağı vurdum. Ondan sonra bıçağı vurandan sonra 3-4 dəfədən sonra yəni. Neçə zərbə vurdunuz? O anki psixoloji ilə yadımda deyil amma 3 dənə olmalı idi minimum. Minimum 3 zərbə vurdunuz. olmalı. Hansı əlinizdən götürdünüz? Bu tərəfindən bu əlimdən çıxartdım. Evə girən kimi, kuxnadan girən kimi bıçağı çıxartdım. Bu əlimə götürdüm. Niyə sol əlinlə vurdunuz? Çünki sağ əlimdən yəni mən vura bilmirəm. Sol əlimlə. Siz yazını da sağ əlinlə Yox, yazın sağ əlimlə yazır. Amma bıçağı Sol əlimlə vurmuşam. Sol Bu əlinlə şəkildə vurdunuz, də- hansı nahiyəsinə vurdunuz? Boyun nahiyəsinin bu hissədən şah damarına tutdu deyəsən orada. Sadəcə qaranlıqda bilmədim hara vurmuşam. Amma qan çox axdı deyə yəni bildim ki, şah damarına tutdu. Yaxşı, bəs qan ora sıçramasını necə izah edirsiniz? Yəni şah damarına düşdü birinci bıçaq deyəsən. Çünki hadisə yerinə baxış zamanı örtü üzərində qan ləkəsi yox idi. Hə, Döşə bildim. üzərində. Yəqin qan damarına, şah damarına düşdü bıçaq, yəqin ki orada. Şah Bəli. damarını kəsməklə bıçaq qan sıçradı. Qan sıçradı. Yaxşı, sonra nə? O durdu ayağına üçüncüdən sonra. Durdu, o paniklə durdu, ora qaçdı. Belində də şeylə, ədyalla. Heç nə demədiniz siz onu vuranda? Yox, heç səsini də Və sizə çıxmadı. müqavimət göstərməyə Yox, heç bir çalışdı, müqavimət. səsini Heç bir çıxartmadı. səsini çıxartmadı. Yatmışdı da siz ora Bəli, bəli, yatmış yatmışdı. vəziyyət. Yatmışdı. Ha, qaçdı və siz nə etdiniz? Qaçdı. Arxasınca qaçdınız mı? Yox, yox, qaçmadım. Burada dayanmışdım mən də. Qapı da bu hissəni tam belə açıq idi. Özü burada yıxıldı, amma bu Ədyal açıldı burada, özü isə sürüşdü gəldi dayandı orada. Yəni İkram Piriyev ədyalın sol tərəfində. Bəli, bəli, sol tərəfində çiyni üstündə qaldı, o tərəfə doğru. Çiyni üstündə idi. Buradan bu hissəsindən çiynin arxa tərəfindən
Sol çiynindən. Tutub çevirdim bura. Sonra ayaqlarını götürdüm, qoydum bunun üstünə. Süfrənin üstünə benz olar. Sonra əlimdən tutub sürüb atdım bura. Nə yazışmalar idi? Yəni söyüş yazışmaları idi, söyüşləyəm. Çünki orada Yazılmış yazılmış söyüşlər sizin. orada yazmış söyüşlər, yəni o yazmış ki, səni öldürəcəm, mən də yazmışdım da, yəni ki, gəlirəm ora, görə kim kimi öldür, belə yazmışdıq bir-birimizə. Yəni bu O söyüşləri nədən ibarət? Sizin özünüzə söyürdü, yoxsa necə? anama, bacıma, bütün nəslimə. Yəni özümə söysə, yəni öldürmək həddinə çatmazdı. Amma ailəmə söydü deyə, yəni o anki psixoloji pozulmayla. Yəni sonra nə etdiniz? Telefonumdan götürdüm yazışmaları sildim. Parolu necə açdınız? Parolu bundan bir 3-4 ay əvvəl, yəni onun xəyanətin yoldaş tutanda yanımda, yəni görüntüdə açmışdı, telefon görüntüsünü. Bəli. Qarşımda açmışdı. Oradan parol yadımda qalmışdı. Necə? Biraz uzaq edin. Yəni telefonla belə görüntülü danışırdıq. Yəni görüntülü danışanda orada göstərdi ki, xəyanət. Hə, İkram Piriyevin mobil telefonunu Bəli. çəkirdi, öz telefonunu Bəli. sizə göstərirdi. Kodu açdım, yazışmaları sildim, mən olan bütün yazışmaları, zəngləri falan hamısını sildim telefondan. Mən zəng elədiyim zənglər, mən elədiyim zəngləri sildim. Sonra bura çıxdım, ədyal burada sərli idi və o süfrəni də bura üstünə sərdim ədyal. O süfrə vaxtdaydı ki, Süfrə bunun üstündə idi. o stolun üzərində. Bəli, stolun üstündə idi. Götürdünüz? Götürdüm, sərdim bura ki, Məqsəd nə idi? qan çox da, ədyalda qan çıxa bilərdi kənara. Amma süfrənin üstündə çıxmayacaqdı kənara deyə süfrəni sərdim ki, qan çıxmasın. Meydi də süfrənin üstünə elədim, suyu çölə çıxartmaq istəyirdim ki, o anki psixologiyada bilmədim niyə onu çölə çıxartmaq istəyirəm, onu da bilmədim. Sadəcə çölə çıxartmaq istəyirdim. Yəni. Bu hissədə gördüm ki, səslər gəlir, yəni mahnı səs azalır, plus ki, tapıltı səs gəlir kimsə, durdu yəni taxtına. O anda qapıdan çöldə dayandım, qapı dəftəsi işlən kimi qapıdan çölə çıxdım getdim. Siz gördünüz kim çıxdı? Yox, görmədim kim çıxdı. Sadəcə xanım deyəsən mən çıxanda kölgəm yoxdur. Onu nə bilirsiniz? Çünki dünən dedilər ki, kölgənizi görüb oradan kimsə xanım. Ümumilikdə neçə dəqiqə çəkdi bu proses? Ümumda bu proses evə girməyim qarışıq, yəni ölüm daxil hamısı bir 15-20 dəqiqə çəkər. Yəni öləndən müddət ərzində heç kim çıxmadı. heç kim çıxmadı. Çünki mahnının səsi çox yüksək idi. Yəni bəlkə də onu eşitmədilər yəni. Evdə də tək başına yəni girmisiniz də, sizdən Bəli, tək başıma girmişəm, heç kəs olmadı. Meyidi tək başına qoymusunuz. Bəli, tək başıma qoymuşam. Çünki siz hadisə yerinə baxış zamanı meyid buradan götürülərkən meyid ağır çəkili gövdəli şəxsə məxsus oldu. Yəni onun götürülməsində ən azı 2-3 nəfər şəxs iştirak edirdi. Sizin tək başına o meyidi bu plyonka üzərinə qoymağınız Qeyd elədiyim kimi, yəni elə də bir asan da olmadı düzdür onu eləməyim. Sadəcə ayaqlarından, yəni o tərəfindən çevirdim ağzı üstə birinci. Yəni ağzı üstə çevirdim. Sonra ayaqlarından tutub attım plyonkanın üstünə, süfrənin üstünə. Sonra başından da o tərəfindən tutub sürüdüm sadəcə, əllərindən tutub sürüdüm bəli. Sürüdünüz. İkram Piriyev istər yataq otağında olanda, istər burada olanda, siz ona zərbə vuranda, hər hansı bir səs çıxarıb kimisə köməyə çağırırdınız və yaxud ki, nəsə belə deyim, fəryad edilirmi sizə? Yox, heç bir şey eləmədim. Heç səs də çıxartmadım. Səsi çıxmır. Yox, çıxmadı. Göstərin necə, qapı nədir? Burada dayanmışdım, düz burada hamamın qarşı tərəfinə. Qapı cəftəsinin səsini eşidən kimi qapını açıb, qaçıb getdim. Altı istiqamətə getdiniz, bu istiqamətə getdiniz. Yaşadığımız evə. Saat neçədir artıq? Saat 4-ə qalmış olardı. Mətbəxdə. Bəli, mətbəxdə yudum əlcəyi. Bıçağı isə yumadım. Sadəcə düşdüm salafana. Bıçağı qoydum bura, bu hissəyə. O hissəyə. Əlcəyi isə aşağıda qabları içində. Əlcəyi sonra gizlətdiniz. Bəli. Sonra nə etdiniz? Sonra buradan keçdim tez hamam otağına. Hamam otağına keçən kimi burada bir səbət var. Bu səbət. Bəli. Bu səbətin içində bütün kotdan paltarımı qoydum içinə, amma su vurmadım üstünə heç bir şəkildə. Çölə nə məqsədlə çıxırdınız? Çölə həmin məsələ gördüm, səsküy gəlir-gəlmir məsələsindən çıxdım. Hardan gördünüz siz Leyla? Buradan, burada qapılarındaydı. Oradan görünür mü? Görünür. Qapılarından göründü, oradan çağırdı, mən də yaxınlaşdım, getdim ora. Keçdiniz onların həyətinə. Leyləyə yaxınlaşdınız, nə dediniz? Dedim nə məsələdir, nə olur? O da sadəcə əli ilə içərini göstərdi, bilmirəm dedi, pis yox. Mən də keçəndə gördüm ki, meyit yerdə. Leylanın məlumatı olmayıb da Yox, yox, məlumat olmuyor. Gördünüz meyit yerdədir, nə etdiniz? Heç bir şey, sadəcə dedim ki, get bizdən kimsə çağır, gəl, yəni get anamı çağır dedim, belə də. Gəlsin uşaqlar falan götürsün, buradan getsin. O da gəldi, tez çağırdı buradan. Anam da gəldi,
Sonra dedi ki anama zəng edeyim belə. Kimdir? Leyla. Öz anasına. Sonra getdim mən telefonu gətirəndə anamı telefonu gətirib verdim anama. Sonra mən qayıtdım evə paltarları götürdüm. Evə niyə qayıtdınız? Səbətdən paltarları götürdüm. Paltaryanın içində paltarların düz aşağı tərəfinə gizlədim. Paltar yuyan maşın. Paltaryan maşını. Məqsəd? Məqsəd sadəcə o ki, paltarlar yuyulanda o da yuyulsun, qan çıxsın üstünə. Üzərinə qan var idi. Bəli, aynen. Sonra mən çıxdım, sonra çıxanda şu uşaqlar bizə gətirmişdilər və polisə zəng eləmişdilər. Leylanın uşaqları neçə övladı var? 3. Neçə övladı var? Polisə kim zəng vurmuşdu? Polisə elə gəldi bizə, anam zəng etmişdi. Ananızın mobil nömrəsi ilə Polisə zəng etmişdi. polisə məlumat verin. Bəli. Məlumat verən ananız idi, Leyla idi. Anam. Orada qarşıladınız, polisləri gətirdiniz, ünvana çatdırdınız. Bəli. Həmin il noyabrın 6-sında mərhumun arvadı, Saatlı rayon sakini 2001-ci il təvəllüdlü Leyla Abbasova təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Rayon məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilib. 2025-ci il dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş hazırlıq iclasının qərarı ilə ev dustaqlığında olan Leyla Abbasovanın barəsində həbs qəti imkan tədbiri seçilib. Məhkəmənin baxış iclasında Zahir Soltanov iddiam üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, 2022-ci ildə Azərbaycan İqtisad Universitetinə qəbul olunduğundan yaşadığı Ağsu rayonundan Bakı şəhərinə gəlib və Zabrat qəsəbəsində yaşayıb, supermarketdə satıcı işləyib. Qonşuluqda yaşayan Leyla Abbasovanı 2024-cü ilin avqust-sentyabr aylarından tanıyıb. Yaxın münasibətləri noyabrdan başlayıb. Leyla ərindən boşanmaq istəyib. Yanvar ayında İkram onların yazışmalarını görüb. Evinə gələrək onu vurub. Aralarında mübahisə olub. Bundan sonra İkram harda görsə ona sataşıb. Hər dəfə İkram Leylanı təhqir edəndə WhatsApp tətbiqində qadına onu öldürəcəyini yazıb. Lakin Leyla həmişə buna etiraz edib. Ona hər hansı yol göstərməyib. Cinayətin hazırlanmasında iştirak etməyib. Nəsə, mən çağırdı. Mən də özümü qorumaq məqsədilə. Çünki əlində bıçaq var idi, gördüm yəni mətbəxdə əlindəki bıçağı. Əlində bıçaq götürdü mətbəxdə, çıxdı şöyle, mən onu gördüm. Mən də bıçağı, yəni bu istiqamətdə də qoymadım, ağız aşağı düz istiqamətdə də qoymadım. Sapı yuxarı qoydum ki, bir qəza çıxarır, yəni bir qəza olar, nəsə bir şey olar, ya özümə zərər verir, ya ona zərər verirəm, bu qəza olmasın deyə. Bıçağı sapı aşağı qoydum ki, yəni birdən çıxardan kimi vurmayayım da. Hətta evə girəndə bir şeyi də hiss elədim ki, uşaqların otağından mahnı səs gəlir, yəni eşitdim bunu. Çox yüksək sürətdə gəldi ya mahnı səsdə, yəni üzüm mən tərəfə çevirdi, bıçaq da bu əlimdə idi. Sadəcə bıçağı belə vuracaqdım, bu arxa tərəfə. Bu əlimiz nə? Sağ, sol? Sol əlimdə. Sol əlimdə. Girəndə, yəni o üzüm çevirdi mənə, üzüm çevirən ki, o yazandan bıçağı vurdu, burasına düşdü bıçaq. Bu dönəndə döndü belə yedim. Bıçaq deyən kimi onun zərbəsini döndü. Və o birinci bıçaqdan sonra yadımda deyil, heç belə neçə dənə bıçaq vurmuş. Sadəcə o yadımdadır ki, o hərəkətlə çıxdı zala, yəni o vəziyyətlə də, ağrı ilə çıxdı zala, zalda yıxıldı. Yıxıldı. O tam 5-10 saniyə olardı ki, bilmədim neydi. Sonra polislər falan gəldi, hələ ki, heç kim bilmirdi ki, mən bu cinayət eləmişəm. Hətta məni evdən şübhəli kimi aparanda, şübhəli şəxs kimi tanıtıranda evdən. Heç kim inanmırdı mənimdə, yəni Leyla olsun, anam olsun, yəni nəsə heç kim inanmırdı ki, mən edim. Siz hər şeydən danışdınız, amma zərər çəkmiş şəxsin sizin niyə söyməsi barəsində, yəni durduğu yerdə sizi söyürdü? Yox, xeyr. Biraz ondan danışdınız. Hə, əlbəttə ki. Bu hadisə, yəni təqribən söyməsinin səbəbi də bundan təqribən 2024-cü noyabr aylarında falan Leyla ilə münasibətimiz olmağa başladı. Bu münasibətdən də sonra, bir müddət sonra, yəni biz necə münasibət idi, İkramla boşanma ərəfəsində, yəni boşanmaq istəyirdi, boşanırdı. İkram sonra bu yazışmalarda nəsə tutdu, gördü, bunu bir dəfə yoluna qoydu. Hətta evimizə hücuma da gəlmişdi. Bir müddət sonra təzdən bu söhbətin üçlü bir də açıldı. Və söyüşlər bunlar yarandı. Amma söhbət hər dəfə bağlanırdı və hər dəfə açılırdı, söyüşlə açılırdı. Yəni, məsələn, o mənə harada görürdü birinci dəfə bağlanandan sonra, təqribən bir dəfə söhbət bağlandı. 5-6 ay aramızda yəni elə bir söhbət yaranmadı. Amma o mənə harada görürdü, başlayırdı ilişməyə və yaxud yolda hətta bir dəfə də tutuşmuşdu. Yaxşı, deyirsiniz,
Bunlar boşanma ərəfəsindədirlər. Xüsusən də bu məsələnin üstadsandan sonra bu 5-6 ay müddət evli qalmanın mənası nə idi? Səbəbi nə idi? Boşanmır. Ümumiyyətlə, bu tip mübahisə, aranızda söyüş, mübahisə aranızda neçə dəfə olur? Nə üstündə olur? Təqribən Bir səbəb biləndən sonra, sizin münasibətinizi biləndən sonra aranızda başqa mübahisələ əlavə davalar İkram sizi öldürəcəyini, sizə qarşı hər hansı bir hərəkət edəcəyini deyib ya? Deyib. Ümumiyyətlə, öldürmək qərarına nə vaxt gəldiniz? Öldürmək qərarım yox idi. Amma dediyim kimi, yəni, o anın affekt vəziyyət yarandı, bir anlaqsız bir vəziyyət oldu məndə. Yəni, yanvar ayından sonra 2 ay ərzində o insan yəni mənə hər gün ilişirdi. Hər gün. Harada məni görürdü, maşınla üstünə sürərdi, ya mən uşaqlarla oynayırdı, gələrdi mənə ilişərdi. Mən söz deyirdi, söyüş söyürdü. Yəni, mən də o anlıq mən əsəblə, hər əsəbləşəndə o mənə dediklərdi, söyüşlərini hər əsəbləşəndə mən də yazırdım ki, bunu öldürəcəm. Kimə yazırdım? Leyla yazırdım. Yazırdım ki, bunu öldürəcəm. Leyla nə yazırdım? Leyla başlarda həmişə etiraz edir. Bunu hətta üzbəyiz deyəndə belə o mənə etiraz edir. Deyirdi, olmaz. İstəmir, heç vaxt istəmir. Psixoloji baskı edirəm ki, yəni mən eləyəcəm bunu da, yəni. Hədə qorxu gəlir mənə bir sözdür ki, mən bunu eləyəcəm, bunu istəyirəm, eləmək istəyirəm. Çünki özüm də əsəbləşirdim, amma eləmirdim. Yəni, mart ayından bura istəsəm dəfələrlə öldürə bilərdim. Leyla da mənə dəfələrlə kömək edə bilərdi. İkisi qaldığı vaxtlar da çox olur, İkramın tək qaldığı vaxtlar da çox olur. İstəsəm evə girib öldürərdim. Yəni, bunu istəyə bilərəm də, eləyə bilərdim də. Yəni, Leyla mənə deyərdi ki, məsələn, bugün mən evdə yoxam uşaqlarla. Ki, rahat-rahat öldür, deyə bilərdim. Amma bunu eləməyim. İkramı hansı formada öldürmək istəyinə bağlı nəsə bir plan qoyursan? Məsələn, demişəm ki, orada kamera var, o kameraya düşmərəm, burada kamera var, o da niyə demişəm? Leyla mən həmişə deyir ki, sən tutulacaqsın. Ya bunu eləsən tutulacaqsın, həmişə bunu deyir də mənə. Onların müdafiə etmiş şəxs çəkiliş olmasını istəmirdi. Ötən prosesdə də onun şəkili çəkili paylaşılmış ictimai rəy təsirində xahiş edirdim ki, yəni çəkiliş dayandırılsın. Daimi olaraq Ağır Cinayətlər Məhkəməsində olan jurnalistdir və onların video materialları hökm qanunu qüvvəsinə alandan sonra paylaşılır həmişə, daim belə olub. İndi o şəkil necə paylaşılır? Bundan əvvəlki məhkəmə iclasında mən bilən başqa jurnalist yox idi, bu da şəkildə çəkilməmişdir. Yox, var yəni saytlarda paylaşılmışdı bir çox səhvlər. Müdafiə edirsiniz və Sədət? Siz də? Digər müdafiə edirsiniz? Məhkəmə salahı. Məhkəmə müraciət. Buyurun, məsələ tapsınız. Məhkəmə yerində qısa müşahidətdə əvvəl ki, məhkəmə müdafiəçi vəsədəti təmin olunsun, təqsirlənən şəxsin himayəsində 3 az yaşlı uşaq var, onların da vəziyyəti nəzərə alınmaqla həm də qadın fəladır, ona görə də çəkilişi dayandırır. Təqsirləndirilən şəxs qismində dindirmə protokolunda da eyni ifadədir. İndi məhkəmə iclasında verdiyi ifadə ilə bu ifadənin arasındakı ziddiyyətləri izah edirsiniz. Bu isti-isti hadisədən sonra dərhal verdiyi ilk ifadədir. Möhtərəm hakim. Buyurun. O ifadəni verməyin səbəbləri var. Hə, nədir səbəbi? Səbəbləri də demək istəmirəm. Sənə qarşı ittiham irəli sürüləndən sonra ifadə dəyişir. Çünki artıq sizə məlum olur ki, sən deməli, zərərçəkmiş şəxsin yaxınlı vəziyyətdə olması sizin üçün tövsifedici əlamətdir, yəni vəziyyətinizi ağırlaşdırar aldır. Təqsirləndirilən şəxsin əlavə dindirmə protokolu. Cild 2, səhifə 90-91. Leyla Abbasova ifadəsində yanılır. Çünki hadisə bu formada cərəyan etməmişdir. Mən hadisədən sonra evə qayıtdığım zaman anam yatlı vəziyyətdir. Əvvəlcə mən çıxıb Leyla yaşadığı uşağına getmişəm, daha sonra ondan tələb edib anamı hadisə yerinə dəvət etməyi istəmişəm. Məntiqlə düşündükdə belə hadisə yerinə əvvəlcə mənim və anamın gəlməyi işin hallarına əlbəttə təsiri yoxdur. Onun görə mən hazırda həqiqətləri deyirəm. Leyla bəlkə də öz düşüncəsi bu formada ifadə verir, mənə az da olsa qorumağa çalışmışdır. Nəsə Leylanın ifadəsi ilə sizin ifadəsinizin arasında ziddiyyət olub. Leyla Abbasova elan olunmuş iddiam üzrə özünü təqsirli bilmərək ifadəsində göstərib ki, 2001-ci ildə Saatlı rayonunda anadan olsa da 3 yaşından Bakıda böyüyüb, orta məktəbdən sonra liseyə daxil olub, İkramla orada oxuyanda tanış olub. 2018-ci ildə İkramın ailə üzvləri elçi gəlsələr də, az yaşlı olduğuna görə valideynləri onların evlənməsinə razı olmayıblar. Buna görə də İkram onu qaçırıb. Bir müddət Ağsu rayonunda qalıblar
Bir neçə aydan sonra İkramın əmisi qızı ilə ona xəyanət etdiyini bilib. Hətta telefonda bibisi qızı ilə qeyri-etik şəkillərini görüb. Özünə bu haqda deyəndə yoldaşı onu döyüb. İkram xəyanət etdiyinə görə o da Zahirlə danışmağa başlayıb. Lakin onunla sevgili kimi münasibəti olmayıb. Ona vaxtaşırı öz ailə problemlərindən, ərinin xəyanətindən danışaraq ürəyini boşaldıb. Zahir dəfələrlə İkramı öldürəcəyini deyib, amma onun sözlərini heç vaxt ciddi qəbul etməyib. Zahirlə olan münasibətini İkrama özü danışıb. Zahirə törədiləcək cinayətlə bağlı heç vaxt məsləhət və ya göstəriş verməyib. Onunla 5-6 ay yazışsalar da kənarda heç vaxt görüşməyiblər. Avqustun 9-da 2 yaşlı qızı ağlayanda İkram ona əsəbləşib səhər saat 5-də işə gedəcəyini deyib. Uşağın səsinin gəlməməsi üçün telefonda mahnı açmasını tapşırıb və digər otağa yatmağa gedib. Bir müddətdən sonra çölə çıxanda İkramı yerdə uzanmış vəziyyətdə görüb. Ağlayaraq qonşuları köməyə çağırıb. Şöbədə ona hadisənin necə baş verdiyini, neçə bıçaq vurduğunu və cinayətin alətini harda gizlətdiyini soruşublar. Ona psixoloji təzyiq göstərilib. Zahir hadisə törətdiyini etiraf edəndən sonra onu sərbəst buraxıblar. Mobil telefonlara baxış zamanı sosial şəbəkələrdə Zahir Sultanovla Leyla Abbasova arasında müxtəlif məzmunlu yazışmalar aparılması, qalereya bölməsində hər ikisinə məxsus şəkil və videolar olması məlum olub. Həmçinin Leyla Abbasovaya məxsus telefonda İkram Piriyevin yazışmalarını əks etdirən görüntülər aşkar edilib. Zahirin təqsirləndirilən şəxs Leyla Abbasovaya yazdığı belə deyək, qapını aç, gəlirəm, bu gün ölməlidir. Bu məzmunda yazışmaları sil görməsinlər, anan hardadır, bu gün gələcəkmi, bu gecə burada qalacaqmı, bu başı 13-15 ildir, yatacaq, tutacaq, balta nədir, heç olmasa bıçaq alardı, intihar edib deyərdik. Bu plan tutacaq, sadəcə maşındakı kameranı götürüb, maşına qoyacaq, aparıb atacaq. Təqsirləndirilən şəxsə Leyla Abbasovaya sualı məhkəmə tərəfindən müəyyən yazışmalar məhkəmədə elan olundu. Bu yazışmalarla bağlı nə bildirə bilərsən? Məqsəd nə idi bu yazışmalar yazmaq? Yoldaşımın ölümünü heç vaxt istəməmişəm. Kiməsə müraciət edəmişsiniz bununla bağlı? Bununla bağlı Zahirin mamasına demişdim. Demişdim ki, Zahir üstündə bıçaq gəzdirir. O da demişdi ki, məzarın üstündə bıçaq görmür. Bu adam bıçağın qapı gəlir sən. Bu adam sənin dalınca rayona gəlir. İkisi ayrı öldürməyə. Sən yolda çöydürmüsən. Mən də öyle. Mən üçün əsas yoldaşım ölməməliydi. Ona görə bir yoldaşım ölmür. Aydın. Polise desəydim, üçüncü yoldaşım vəziyyətçi qarşımda Keçən məhkəmədə demişdi, Hə, o üzr xalq söhbətindən danışacaq. buyur. Mənim üzr xalqlığım ondan ibarətdir ki, daha çox, yəni, belə olmamalıydı da, yəni, bilirsiniz də, mən özüm tək gəlməliydim də. Çünki mən, yəni, mənim cinayətim mən eləmişəmsə, mən eləmişəm. Mən də bunu qəbul edim, özümün təqsirini bilirəm. Yəni, özünün təqsiri, yəni, heç bir günahı olmayan birinin də bura gəlməsinə görə peşmanam. Düzdür ki, üç uşağa görə də çox peşmanam, yəni, elədiyimə görə. Bu niyə buyurur? Həm də ki, ailəmə görə. Həm də ki, ailəmə görə çox peşmanam ki, yəni, bu üç nüansda o qədər peşmanam ki, yəni, bunu elədiyimə görə. Qalan, yəni, bu elədiyim mənə görə deyil, birisi nədən ötürü. Yəni, çünki günahsız olanlar da burada artıq günahlı kimi çıxır. Yəni, elədiyin əvvəldə peşman deyilsən, ondan peşmansan Mən ki, buna tək niyə kəs- Abbasova buradadır, niyə üç uşaq başsız qaldı? Əlbəttə ki, üç uşaq başsız qaldı, çünki o buradadır, üç uşaq başsız qaldı. Sakit çaldın. İkincisi də ki, yəqin ki, şikayətçi tərəf məndən şikayətçi olsa başa düşərəm. Ondan şikayətçi olur. O üç uşağı niyə qoyurlar başsız ki? Belə vicdanlar... Şərəfsiz danışma. Nə deyirsən? Yanılmazlar. Şərəfsiz oldular. Sultanım, siz üzrxahlıq eləmişsiniz, cəmaata şərh qoşursunuz, sən belə... Şərh qoşmuram. Mən sadəcə artıq deyirəm ki, yəni belə günahsız olanlar da günahlı çıxır burada. Ona məhkəmə qərar verəcək ki, Əlbəttə ki, o sizin qərarınızdadır. O mən sizin qərarınıza qarşı deyil. Amma mənim üçün, yəni, onlar elə fikirləşir, amma günahsız olanlar da günahlı çıxarmaq, yəni bu düz deyil axı, günahlı olan mənəm. Mən də Şərəfsiz, niyə mənə tək girmişsən, sən günahsızsan? Nə deyirsən, niyə?
Kanunsa götürəcək. Elə buradan danışmaqda rahatdır da. Buradan danışmaq rahatdır da. Sen ne danışın? Sen ne danışın sen orada? Sen sakin dur orada. Sen sakin dur orada bala. Sultanov Zahir Mahiroğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində təqsirli bilinib 19 il müddət azadlıqdan məhrum edilmə cəzasına məhkum edilsin və cəzasının ciddi cəza çəkmə müəssisəsində çəksin. Abbasov Leyla Hafiz qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.5.120.9-cu maddəsində təqsirli bilinib 17 il müddət azadlıqdan məhrum edilmə cəzasına məhkum edilsin və cəzasının ciddi cəza çəkmə müəssisəsində çəksin. Zərər çəkmiş şəxsin hüquqi varisi Sahilə Piriyeva təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş edib. Leyla Abbasova bildirib ki, yoldaşının ölümündə günahı yoxdur. O məhkəmədən himayəsində 7, 5 və 3 yaşlarında övladlarının olduğunu nəzərə almasını xahiş edib. Digər təqsirləndirilən şəxs Abbasova Leyla Hafiz qızı isə cəza təyin edərkən himayəsində 3 az yaşlı və bir də olmalılar, 3 az yaşlı uşağın olmasını, eyni zamanda onun cinayətdəki rolunun qadın olmasını nəzərə alır, həmçinin digər ağırlaşdırıcı hal olmasını da nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hökm edir. Məhkəmə nəticəyə gəlib ki, istintaq orqanı tərəfindən Zahir Sultanovun əməli Cinayət Məcəlləsinin 120.2.9-cu köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə, Leyla Abbasovanın əməli isə 32.5, 120.2.9-cu köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə maddələri ilə düzgün tövsif edilib. Odur ki, onlara həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. 2026-cı il aprelin 16-sında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zahir Sultanov 18 il və Leyla Abbasova 15 il müddətinə azadlıqdan məhrum olunublar. 5 gün azad edilsin.